Aleyküm. Salam aleyküm. Allah'ın salam olsun cənab prezidentimiz. Cənab prezident İlham Əliyeva, gözəl mənim prezidentim, gözəl listə prezidentimiz Mehriban xanım, cənab Vilayət Eyvazov, cənab gözəl Vilayət Eyvazov, cənab Vilayət Eyvazov, sizdən xahiş edirəm, sizə yalvarıram. Mənim Gülverdi Məryəm işdən çıxanda romanı yolunda mənim qızımı Vəliyev Orxan və Fərmanov Şamil Şamoğlu yol qayısı ilə maşını sürətli sürəndə mənim qızımı vurublar. Avtoqaza keçirdiblər, mənim qızımı vurublar. Mənim qızımı gətiriblər Sabunçuya. Sabunçuda vəziyyəti ağır olduğuna görə səhər sağa çıxartmışıq. Bakı Media Plaza xəstəxanasına aparmışıq. Orada da 30 gün reanimasiyada ağır vəziyyətdə qalıb. Ağır vəziyyətdə olub uşaq. Onun hal-hazırda 30-cu gün xəstəxanadan reanimasiyada ayılıb. Ayılandan sonra da 6 gündür palatada qalıb. Palatadan çıxardıblar tez bazar ki, evə gətirmişik. Həkim nəzarətində evdə baxılacaq. Şikayət heç yerə lazımdır eləmin deyirlər. Nə lazımdır olunacaq. Hal-hazırda uşağın 3 gündən sonra evdə vəziyyəti pis olub. Medistra nəzarətində olub, vəziyyəti pis olub. Yenə Bakı Media Plazaya xəstəxanaya aparmışıq. Orada da yaxşı da aparmışıq ki, 2 saat əgər geç çatdırsaydı, uşaq tələf olacaqdı. Uşağın alnından düz çənəsinə kimi şiramdır. Ağız yerinə kimi qan yığılmışdı. Başından iki yerindən operasiya olunmuşdu. Topuğunda imperial mil var. Dizində 5 dənə vətərlərini tikiblər. Qolunda 4 dənə kapron mil var. Hal-hazırda uşağın əli sinirləri yoxdur. Nə qolunda, nə də ayağında. Hal-hazırda ayaqları şişir bunun. Xahiş edirəm, cənab prezidentimiz. Sizdən yalvarıram. Cənab listə prezident Mehriban xanım, cənab Vilayət Eyvazov. Gözəl, mən də Azərbaycan vətəndaşıyam. Qurban olum sizə, başınıza dönüm. Bu uşağın müalicələrini davam eləsinlər. Biz şikayət eləmədik ki, biz uşağa deyirlər ki, hər lazımdır olunacaq, baxılacaq. Uşaq gəldilər, müalicələrini elədilər, hər nə lazımdır elədilər. Sonra da çəkilib qalıblar bir qıraqda ki, müalicələrini davam eləmirlər. Uşaq kəllə travma, kontuj travmadır. Uşağın dişlərinə kimi tökülüb, ağız yerinə kimi azılıb. Uşağın cınağında sümükləri sınmışdı, onlar həkim çıxardı. Kapron 4 dənə mil qoyulub. Qolu qalxmır, hissiyyat yoxdur, ayağın hal-hazırda şişir. Hissiyyat yoxdur. Həkim deyir ki, mən sinir gətirib qoyan dörəm, böyle ömrünün axırında kimi belə olacaq. Bunun müalicələri davam olunmalıdır. Ömrünün axırında da dərman, sepran dərman içməlidir ki, bu dərmanlarla sakitləşdirici olsun. Bu uşaq sağlamlığını əlindən alıb. Bizim də şikayətimiz olmadı ki, bu uşağın eybi yox, qazadır, olub. Olan şeydə həyatda olub. Bu uşağa sən baxmalısan axıra kimi. Deyirəm, nə lazımdır onunla da siz şikayət edin. Biz də şikayətimizi razında prokurorluqda qoymuşuq. Orada da deyirlər ki, baxılacaq. Orada da şikayətim bu olub. Deyim ki, yoldaşımla qızım qoyub ki, mənim müalicələrimi davam eləsinlər. Orada da deyirlər ki, nə lazımdır olacaq. 2 ay yaxındır ki, yola verirlər. Zəng edirəm ki, axı uşağın müalicələrini qarşı tərəfə deyin. Deyəcək. Narahat olma. Deyirəm, deyəcək, mən dərman almalıyam. Mən bu uşağın həkimə aparmalıyam. Bunun fizioterapiyalar olunmalıdır. Bunun ayaqları şişir. Udardan, travmadan ayaqların ətlər ki, getmişdi oradan ki, sinir yoxdur. Həkim deyir ki, mən sinir oraya gətirib qoyan deyirəm ki, nə qolundan, ayağına. Uşağın travmadır. Bir tərəfində 13 dənə kimi kapron mil var. Bu uşağın müalicələrini davam eləmirlər. Xahiş edirəm sizdən, cənab prezidentimiz. Listə prezident Mehriban xanım, yalvarıram sizə. Cənab Vilayət Eyvazov, gözəl mənim cənab nazirim, gözəl prezidentim, gözəl Mehriban xanım. Xahiş edirəm, bu uşağın müalicələrini davam eləmişsiniz. Bu qız uşağıdır, vurub bədbəxt eləyiblər. Bu uşağın müalicələri davam olunmalıdır. Mən şikayət eləmədim ki, bu uşağı qarşı tərəfə bir zərər dəyər, bu işdən azad olurlar, nəsə olurlar. Dedim ki, olub da hadisə də olunub. Axı bunlar bizi yola verdilər ki, nə lazımdır? Elədilər, sonra da çəkilirlər, qalırlar belədir. 3 dənə operasiyası qalmışdı, onu eləmirdilər. Necə ki, biraz razında getdik, şikayətə girdik, deyirlər, hər şey olunacaq. Güclə balanı, yarı pulunu da mən qoydum, elədim. Xahiş edirəm, cənab prezidentimiz, cənab listə prezident Mehriban xanım, xahiş edirəm sizdən, cənab nazirimiz, gözəl prezidentimiz, gözəl Mehriban xanım, bu işə baxılsın. Xahiş edirəm, mən də Azərbaycan vətəndaşıyım, kasıb bir insanam.
Bunu hər dəfə dərmandan qohum, araba, dost, tanışa deməkdənsə, ucu xəcalat çəkirəm. Mən özüm axırıncı operasiya bu fevralın 26-sı olunub. Bütün EPG kağızları, hamısı sənədlər əlimdədir. Uşağın travması güclüdür. Uşaq aqressivdir. Uşağın mağazaları davam olmaz. Ayaqları hal-hazırda şişir. Bunun ayağı şişir. O sinir yoxdur. Qolu belədir, qalxmır. Xahiş edirəm sizdən. Baş üstə dönüm, qurban sizə. Cənab prezidentimiz, cənab Vilayət Evazov, gözəl nazirimiz, gözəl prezidentimiz, gözəl Mehriban xanım, xahiş edirəm sizdən. Bu işə baxılsın. Yolu keçəndə bunu vurub, sürəti çox olub vurub bu qızımı. Bu qızı vurmuşsansa, bunun 20 yaşı, bunun sağlamlığını əlindən aldın. Bunu şikayət elədin də. Bunu indi heç olmasa bax da bu qıza. Bax da mağazaların davamı. Mənim istədiyim budur. Xahiş edirəm, cənab prezident, cənab lise prezident Mehriban xanım, xahiş edirəm sizdən. Cənab Vilayət Evazov, xahiş edirəm sizdən. Bu işə baxılsın, bizi elə yola verirlər, baxılacaq. Deyirəm, bu baxılacaq, baxılmağı istəmirəm, uşağa baxsınlar. Baxılmağa yox, uşağa baxsınlar. Uşağın mağazalarını davam eləsinlər. Siz elə baxacaq deyirsiniz, amma yola verirsiniz. Yola vermək mənə lazım deyil. O işə baxılmağı, ona baxmaq yox, bu uşağa baxmaq lazımdır. Bu haçana kimi mən ondan bundan dilənəcəm ki, dərman alın, həkimə aparmalıyam, həkimə göstərməliyəm. Ona deyirəm, çəliy al, buna deyirəm, çəliy al. Bir dənə çəliy alıblar, göndəriblər. Bax, axı köməkli eləyin, dəstək olun da, nə olur ki, bu uşağa köməkli göstərin də. Vurdun, əzdin, eybi oldu, qazadır, oldu. Amma bu uşağa sən baxmalısan da, uşağın mağazalarını davam etsin də. Uşağım işləyirdi, al marketdə işləyirdi. İşdən evə gedəndə, yolu keçəndə sən maşınla vurmuşsan, sürətin olun. Sən maşın qovursansa, o sənin öz günahında, öz problemindir. Sən vurmuşsan, əzmişsən, bu uşağa baxmalısan da. Baxmışsan, axıra kimi bax. Köməkli göstər. Səndən heç bir şey istəmirəm ki. Heç bir şey dərdim yox ki, uşağa baxılmağıdır da. Xahiş edirəm, cənab prezident, cənab lise prezident Mehriban xanım, cənab Vilayət Evazov, mənim gözəl hökumətim, gözəl prezidentim, gözəl qanun. Biz sizə arxayınıq. Biz kasıblar sizə arxayınıq. Sizdən xahiş olunlar. Sizdən xahiş edirəm, cənab prezident, cənab lise prezidentimiz, cənab Vilayət Evazov, sizdən xahiş edirəm. Qurban sizə, baş üstə dönüm. Mən də Azərbaycan vətəndaşıyam. Gülverdi Məryəmi vurub, baxmırlar indi. Mağazalarını davam eləmirlər. Xahiş edirəm. Yalvarıram sizə.